Mayın 27-si 31-də Qurban Bayramı və 28 may Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün bir çox vətəndaş səyahət planlarını artıq indidən qurmağa başlayıb. Bəziləri ölkə daxili istiqamətlərə üstünlük verir, digərləri isə xarici turlara maraq göstərir. Xüsusilə xarici səfər etməyi planlaşdıranlara tur paketlərini əvvəlcədən seçmək tövsiyə olunur. Çünki erkən rezervasiya zamanı həm seçim imkanları daha geniş olur, həm də qiymətlər nisbətən daha sərfəli təklif edilir. Tur paketi seçərkənsə yalnız qiymətə deyil, paketə daxil olan xidmətlərə də diqqət yetirmək vacibdir. Hotelin yerləşməsi, hava limanı transferləri, qarşılanma xidməti, ekskursiya proqramları və yemək planı kimi detallar səyahətin daha rahat və problemsiz keçməsinə birbaşa təsir eləyir. Mütəxəssislər bildirirlər ki, vətəndaşlar bilet alarkən tur şirkətinin etibarlılığına, müqavilə şərtlərinə və əlavə xərclərin olub-olmamasına da diqqət yetirməlidirlər. Bakıdan Türkiyəyə, Gürcüstana, Avropaya, Misir Şarm-el-Şeyxinə və digər istiqamətlərə tur paketlər hazırlamışıq. Hal-hazırda Misir tur paketi, Şarm-el-Şeyx tur paketinin qiyməti bir nəfər üçün 1250 manatdan, İstanbul üzrə 760 manatdan, Antalya üzrə 830 manatdan, Alaçatı üzrə 380 manatdan və Avropa üzrə 920 manatdan başlayır. Daxili turlar zamanı vətəndaşlar daha çox inkişaf edən infrastruktura, təbiətə və tarixi yerlərə malik şimal, qərb və şimal zonalarına üstünlük verirlər. Ən çox seçilən rayonlar Qəbələ, Şəki, Quba, Qusar, İsmayıllı və Şamaxıdır. Eyni zamanda Cənub zonası və Göygöl rayonuna da üz tutanlar çoxdur. Şimal bölgəsində 5 ulduz otellər 150-250 manat aralığında dəyişən qiymətlər mövcuddur. 2 nəfərin gecə qalmağı, səhər yeməyi və eyni zamanda otelin ərazisində spa mərkəzindən və eyni zamanda əyləncə mərkəzindən istifadə etməklə bu qiymətə daxildir. 4 ulduz otellər 80-150 manat arasında dəyişən qiymətlər mövcuddur. Burada da yəni 2 nəfər qalmaq və səhər yeməyi. Şəki, Qazaxatala, Balakən bölgəsində qiymətlər nisbətən ucuzdur. Digər məsələlərdən biri də tur paketlərin sosial şəbəkə üzərindən vətəndaşlara təklif olunmasıdır. Onların sözlərinə görə son dövrlər bu platformalarda ucuz və cəlbedici qiymətlərdə təqdim olunan, lakin reallığı əks etdirməyən tur təkliflərinin sayı artıb. Bəzi hallarda qeyri-rəsmi səhifələr vasitəsilə satılan paketlərdə vəd edilən xidmətlər tam təmin olunmur və ya ümumiyyətlə mövcud olmur. Bu isə vətəndaşların maddi zərərə düşməsi ilə nəticələnir. Məhz onlayn tur paket alarkən turizm şirkətlərinin rəsmi olması, lisenziyası və fəaliyyət tarixi araşdırılmalıdır.